Salam hamıya. Birin birə reizini iynə ilə bağlamağı göstərəcəm. Belə düz yastı toxumada, döndərməli toxumada və həmçinin belə dairəvi toxumada, məsələn koftanın qoludursa, koftanın boğazıdırsa, bu belə dairəvi şəkildə birin birə reizindirsə, bunu necə bağlayırıq? Əlbəttə ki, siz bunu eləyəndə sapın elə öz rəngi ilə eləməli olacaqsınız. Deməli, bura baxın. Bu son toxuduğum ilmədir. Bu sıranı burada bitirmişəm. Sapı da kəsmişəm. Siz kəsməyəcəksiniz. Elə həmin bu sapla da davam eləyəcəksiniz. Mən amma kəsmişəm. Çünki fərqli rəngdən istifadə eləyəcəm. Bu şəkildə daha yaxşı görsənəcəkdir ki, iynəni hardan salıb, hardan çıxardacağı bu vacib bir şeydir. Deməli, reizin birin birədir. Burada, bu master klassda deməli, bizə ilmənin pozisiyasını bilmək vacibdir birinci. Mən bunu və ümumiyyətlə daha bir çox hallarda klassik ilmələrlə toxuyuram. Sizə də elə bir şey məsləhət görürəm. Yine məsləhət görürəm, yine məsləhət deyil. Kimin necə xoşuna gəlir, elə də toxuyur. Klassik ilmələr, nənə ilmələri, bir də nəsə başqa cür ilmələr var. Bu nə deməkdir? Klassik düz və klassik tərs ilmələri toxuyarkən ilməni hansı pozisiyadan, hansı necə sağdan soldan götürməyinizdən asılıdır. Burada danışdığımı başa düşmürsünüzsə, bu videonun altında həmin klassik düz və tərs ilmələrin toxunuşunun masterclass videosunu qoyacağım. 2-3 dəqiqəlik videolardır. İkisi də çox qısadır. Orada tez-bazar başa salmışam. Deməli, indi belə başlayaq. Burada da müəyyən qədər başa salım yenə də. Gəlin bunu yaxınlaşdıraq. Deməli, baxın, burada nələri görürük. Mən artıq o biri masterklasslarda izah eləmişəm. Mən bunlara şərti olaraq hörük deyirəm. Saç hörüyünə oxşuyur. Baxın, görürsünüz bunu. Sıralarla hörük gedir. Hörüyün, bax bu bir dənəsi. Bax bu iki tərəfi ilə birlikdə. Bu bir dənə ilmədir. Bir dənə düz ilmədir. İndi bax bu düz ilmə sıralarının arasında da tərs ilmə gəlir. Tərs ilmədə bu yüzdə belə görsənir. Baxın, burada qorizontal bir xətt kimi durmuş olur. Bu da bir ilmə deməkdir. Bu bir ilmə, iki ilmə. Deməli, ilmələri qorizontal olaraq saysaq belə ilmə sayırıq. Vertikal saysaq sıraları saymış oluruq. Deməli, belə artıq toxunmuş vəziyyətdə ilmə bizə, deməli baxın, ilmə bizə belə baxır, tutalım ki də belə üzbəyüz bizlə durur. Klassik düz ilmə toxunmamış vəziyyətdə hələ də milin üstündə olanda belə çevrilmiş olur. Elə bir ki sola baxır. Deməli, yadımızda saxlayırıq. Artıq toxunulmuş bax bu ilmələr, bunlar düz dururlar, bizlə üzbəyüzdülər, belə deyək, şərti olaraq. Hələ ki toxunmamış milin üstündəkilər isə onlar elə bir ki üzü bu tərəfə çevrilibdir. Gəlin elə buradan çıxardım, göstərim sizə, baxın. Bu sıranın ilk ilməsi heç bu kənar ilmədir. Yəni bunu yaxınlaşdırım. Baxın. Bunu belə çadırım, belə çevirəndə artıq məndən üzbəyüz oldu. İndi bunu sola çevirirəm və bu milin üstündə belə durur. Klassik düz ilmə. Elə tərs ilmə də belə durur. Deməli, burada məntiq nədir? Bir düz, bir tərs ilmə toxuyaraq reizin yaratmışıq. Və biz indi elə bir ki, iki düz ilməni bir tikəcəyik, sonra keçirik arxada iki tərs ilməni birləşdiririk və qaydırıq qabağa, yenə iki düz ilməni birləşdiririk, birlikdə tikirik, sonra qaydırıq, yenə iki tərsi birləşdiririk. Belə bağlayırıq. İndi lap belə iş başında bunu göstərəcəm praktika. Sadəcə istəyirəm ki, məntiqini başa düşəsiniz, nə baş verir burada. İnşallah ki, başa düşdünüz. İndi gəlin praktikaya baxaq. Tak, deməli, başlayırıq. Burada bir kənar ilmə var məndə. Növbəti gəlir düz ilmə, sonra tərs ilmə və sonra da düz tərs, düzdür. Belə görsənir burada. Neyse. Tak, deməli. Birinci girirəm arxadan qabağa düz ilməyə. Axıra qədər çəkmirik.
İndi siz yenə deyirəm, bu sapın özü ilə davam eləməlisiniz öz rəngdən. Mən sadəcə indi belə bu iki ucuları bir tər tutum. Okey. İndi deməli bu kənar ilməni belə götürürəm. Bu bir dəfə tikdiyim düz ilməni çıxardıram. Hər ilməyə 2 dəfə batacaq. Bunu çıxardıram. Və burada növbədə tərs ilmə gəlir. Tərs ilməni isə belə soldan sağa, soldan sağa, soldan sağa istiqamətlə belə götürüb çıxardıram və tikirəm. Buna çox bərk sıxmayaq. Kızlar. Okey. İndi baxın, bu qabaqda tərs düz ilmə var, üzr istəyirəm. Tak, baxın, bu göy sap burada bir dənə düz ilmənin içinə girib. Bu ilmələr, bu göy sapı çəkəndən sonra bu tikiş sapını, bu ilmələr girir içəriyə, dartılır. Onları belə tutub çəkib dartmaq lazımdır. Deməli, bu ilməyə yuxarıdan aşağı, belə yuxarıdan aşağı keçirəm. Bu növbəti buradakı düz ilməyə də arxadan qabağa belə keçib götürürəm. Çıxardıram və tikirəm. Ucular aləmi qarışdırır bir-birinə. Okey. Keçdik indi arxaya. Orada tərs ilmələri birləşdirək. Əslində burada gördüyümüz bu tərs ilmə, bu əks tərəfdə düz ilmədir. Həmin düz ilmədir. Yəni biz eyni manipulyasiyanı edirik. Prosta baxar hansı rakursdan baxırıq. Deməli, bax həmin bu əks tərəfdəki düz ilmə, bu tərəfdən də tərs ilmə olan. Tak, getdik bu pisi tərəfə, əks tərəfdən. Həmin bax bu ilmə artıq bura bir dəfə girmişik. Bu bizim tərs ilməmiz sayılır. Burada düz ilmədir, burada tərs ilmədir. Belə sayaq da, burada tərs demişəm, bu olsun. Bundan artıq bir dəfə keçilibdir. Mən bir də keçirəm bura. Belə demək lazımdır ki, ehtiyatlı götürürüz. Da, ona bir dəfə götürdük. Sonra buradakı bu tərs ilməni də soldan sağa yenə götürürük belə. Götürdük, tikirik. Okey. Bax, bunu belə dartmamışdan əvvəl, bu sapı tam çəkməmişdən əvvəl, bu hissədə bunu belə dartmaq lazımdır ki, bu ilmə biraz üzə çıxsın. Çünki ondan sonra tapmaq çətin olur. Əsas da əgər eyni rəng sapla tikəcəksinizsə. Okey. İndi getdik yenə. Bunu birləşdiririk. Deməli, bu düz ilməni belə götürürəm. Və növbəti milin üstündəki düz ilməni də belə götürürəm. Sağdan sola. Çıxardıram. Tikirəm. Keçirik tərs tərəfə. Və burada görürsünüz, bu ilmə yine içəri girib, batıb, gizlənib. Bunu çıxartdıq. Buradan belə keçirəm. Burada da tərs ilməni soldan sağa götürürəm, çıxardıram, toxuyuram, tikirəm. Qaydırıq qabağa. Burada yenə bax, ilmə burada gizlənib içəri girir. Bunu bir də bu birisini belə çıxardıram və tikirəm. Keçirəm o pis tərəfə. Yəni buradakı bu ilməyə bir də keçirəm. Tərs ilmə və milin üstündəki tərs ilməni götürürəm. Bunu çıxartmaq lazımdır.
bu şəkildə davam edirik. Baxın, bu ilmə burada gizlənir. Bunu dartıb çıxartmaq lazımdır. Bura keçirəm və bura keçirəm. Artıq lap da belə detallı başa salmıram, çünki bayaqdan izah elədim. Getdik. Buradakı tərs ilmə. Buradakı da tərs ilmə belə. Biraz birlikdə tikək, bunu yadda qalsın. Sıranın başlığını sadəcə bir dənə yadda saxlayırsınız, qalanına öz gələcək. Sonra yenə bu ilmə girdik içəri. Bu imiş. Böyle çaşdırmalar da olur. Ona diqqətli olmaq lazımdır. Bunu çəkdik. Keçdik arxaya. Sonra yenə belə bu şəkildə davam edirik. Tərs ilməni buradan belə götürürəm. Buradan da belə götürürəm. Sapımı çəkirəm. Keçirəm qabağa. Bu gizlənmiş ilməni dartıram çıxsın. Belə. Nədir bu? Plus 200. Yox hocam. Baxın, üst görünüş təxmini belə bir şey olmalıdır. Məndə ilmələr çox dartılıbdır, ona görə şeydir, simetrik görsənmir biraz. Amma sizdə səliqəli görsənəcək. Əsas da sıranı bitirəndən sonra lap görsənir yaxşı. Baba yenə içəri giribdir. Dartıb çıxartmaq lazımdır. Yenə deyirəm, əsas sap eyni rəngdə olanda biraz çətin olur bunu seçmək. Məncə bu qədər kifayət eləyər. Deməli, bu düz toxumada rezinin tikilməsidir. Deməli, İndi gedib baxmaq lazımdır. O yox bura. İndi gedib baxmaq lazımdır. Göstərəcəm sizə növbəti hissədə. Elə bu videoyu salarım, hamısı bir yerdə olsun. Dairəvi toxumada necə başlayırıq, necə bitiririk. Bunu hələlik burada saxlayaq. Deməli, eyni şeyi dairəvi toxumada necə eləyirik? Deməli, belə bir nümunə toxudum dairəvi. Bu corab olmuş ola bilər. Ola bilər corabı ayağın ucundan başlamısınız və boğaz tərəfə qədər toxuyursunuz. Orada rezini bağlamaq lazımdır. Koftanın qolları ola bilmiş olar. Koftanın boğazı ola bilər. Papaq ola bilər. Əgər papağı ucundan və kənarlarına doğru toxunursunuzsa. Hər nəsə, harda ki dairəvi şəkildə rezininiz var, birin-birə rezini mütləq şəkildə. Deməli, orada bunu necə tikirik? Yenə mən göy sapı bura əlavə elədim, belə vizualinə görək. Deməli, gəlin bunu yaxınlaşdıraq. Belə yeni bir şey yoxdur burada əslində. Sadəcə sıranın necə başlayıb bitirmə məsələsi var. Əsas da başlama. Çünki bitirməyə problem deyil. Bitirəndə artıq bu sıralar oturuşmuş olur. Gözünüz görəcəkdir nəyi hara keçməlisiniz. Deməli, birincidə bir dənə bunu markeri götürək belə. Birinci ilməyə marker salaq. Bilək ki, burada başlamışıq
Burada da bitirməliyik sıranı, okey? Deməli, burada nə edirik? Buradan belə başlayıram. Üzr istəyirəm. Deməli, birinci ilməyə belə girirəm. Bu birinci düz ilmədir. İlk ilmə markeri də burasmışıq. Deməli, belə girirəm. Sağdan sola. Sağdan sola. Belə girirəm. Sapımı çəkirəm. Bunu yeni çəkmək lazımdır ki. Bu keçdi. Deməli, indi bizə növbəti gəlir tərs ilmə. Növbəti bizdə ikinci dayanan burada tərs ilmədir. Tərs ilməyə isə qabaqdan arxaya keçirim. Bu belə qabaqdan arxaya. Belə. Və bunu da buradan belə çəkirəm. Ehtiyatla çəkirik. Heç nəyin dolaşmasın. Okey. İndi biz bu birincini düz ilməni çıxardırıq və həmin bu birinci ilməyə yuxarıdan aşağı girirəm. Baxın, ilmə mənə üzbəüz baxır. Belə durub. Və bu şəkildə buradan belə keçirəm. Elə bir ki, qabaqdan arxaya. Qabaqdan arxaya. Və bu tərsi çıxardıram, bu bizə lazım deyil. Və burada növbəti gələn düz ilmə ilə birləşdirirəm. Bayaq ki, elədiyimiz tərzdə. Bundan əvvəl düz nümunədə elədiyimiz kimi. Tak, buradan sapımı çəkirəm yavaş-yavaş. Elə heç nəyə ilişib eləməsin. Belə. Bunu tikdik. Bunu buraxırıq. İkisini. İndi arxa tərəfə keçirəm bura. Buradakı tərs ilmənin içinə bir də keçirəm. Baxın, budur. Bunun içinə artıq bir dəfə girilib. Yəni, buradan gördüyüm bu tərs ilmə əks tərəfdə düz ilmədir. Okay? Yəni, buradan düz kimi görsəz, çaşdırmayasınız. Okay? Deməli, burada belə girirəm üstdən aşağıya. Yəni bunu. Və burada artıq bizə üzbəüz baxın bu tərs ilməni də soldan sağa götürürəm. Bu manipulasiyanı da bayaq eləmişdim, eyni bu cürə. Yəni burada hələ ki yeni bir şey yoxdur. Əsas o başlamaq və bitmə nöqtələridir dairəvi toxumada. Və görürsünüz, bunu çəkəndə bunun içinə batmış bu ilmə çıxdı buradan. Onu məsləhət görürəm. Eləyəsiniz də. Lap da belə çox şiddətli sıxmayaq. Okey, getdik. Sonra deməli, keçirik indi qabaqdan bu düz ilməni belə götürürəm. Növbəti buradakı düz ilməni də belə götürürəm. Belə dərhal çıxarda da bilərsiniz ya da üstündə saxlayıb tikə bilərsiniz, sonra çıxarda bilərsiniz. O artıq baxın sizə necə rahatdır. İyi. Bu şeyləri xoşlamıram, bax. Tak, buna bir quş. Sonra geçdik arxaya tərs ilməyə. Deməli, baxın, bu sap hara girir, bax, burada. Dartırıq, bu düz tərs ilməmizi çıxardırıq. Bura girirəm belə. Sonra gəlirəm qabaqda mənlə üzbəüz olan bu tərs ilməni də belə götürürəm soldan sağa. Həmin bu tikdiyim ilməni çıxardıram. Okay. Yenə gəlirik qabağa. Deməli, baxın, bu içəri keçmiş, batmış bu ilməni buradan dartıb çıxartmaq lazımdır. Burada çox ehtiyatlı olmaq lazımdır. Mən indi
kameradan baxıb eləyirəm. Ona görə mənə də rahat deyil biraz. Наконец-то. O, çıxartdıq. Bunu belə. Deməli, buradakı da bizdə düz ilmədir. Bunu da belə çıxardıram, tikirəm. Sonra keçdik yenə arxaya. Bax, bu sap yenə hara giribdi? Bax, həmin ilməni yenə dartıb çəkib çıxardırıq üzə. Bunu götürdüm. Bu tərs ilməni buradan götürdüm. Bu tərs ilməni də buradan götürürüm qabaqdan. Və bu milimizin biri boşaldı. Bunu atırıq qırağa. Uy. Üzr istəyirəm qızlar. Bunu buradan biraz çəkək. Bunu da belə çəkək. İndi keçdik bu birisinə. Okay. Deməli, burada yenə düz ilmə. Yəni, burada elədiyimiz artıq bundan əvvəl göstərdiyim nümunədəki ilə eynidir. Yəni, mən burada pauzanı basıb, gedək bu dairəni bitirək. Bu dairənin bitəndə bu son birləşdirmə nöqtəsini sizə göstərim. Qalanı yəni eyni şeydir burada. Yeni bir şey yoxdur. Tak, pauza. Okey, sıranı bitiririk qızlar. Deməli, bunu çıxardıram. Sona yaxınlaşırıq. Tak, bax, bu son tərs ilmədir. Okey, bunu nəzərimizdə saxlayırıq. Deməli, qaydırıq düz ilmə burada. Və bu da bizim ən birinci düz ilməmizdir. Və buna da belə keçirik, okey? Çünki belə keçsək, bu bizdən üzbəüz belə baxacaqdır. Belə götürsək. Tak. Bunu da buradan sıxıram. Sonra keçirik son iki tərs ilmələri birləşdirməyə. Bir dəqiqə gözlə balam. Bir dəqiqə gözlə. Deməli, bu son tərs ilməni buradan götürürəm. Burada da bir tərs ilmə var idi. Bax, deməli, bu düz ilmə. Bu da tərs ilmə. Bir saniyə. Tak, sonuncu bir ilmə. Deməli, buradakı sonuncu tərs ilmə budur. Buradan keçirək həmişəki kimi. Bu da deməli, düz ilmə budursa, bundan sonraki tərs ilmə budur. Haradasa bax buralara görsənir. Bu bura. Bunu böyrünü tapdıq. Ən yuxarı ilməni. Buradan da bura keçirik. Bu markeri artıq çıxartmaq olar. İlməmizi rahat çəkək. Deməli. Belə. Baxın. Bitdi belə prinsipə. Bu hissəni baxın başlayanda çerez kamera baxıb eləyəndə narahat olur məndə. Ona görə biraz çox geniş oldu. Bunu biraz çox sıxın. Burada amma bu hissədə kamerasız elədim deyə daha yaxşı çıxdı, okey. Lap belə çox sıxmayın, amma yəni bu qədər görünəcək qədər belə sərgəli sıxın. Bu elə ki bir növ ziqzaq kimi görünür. Bu xəttlər belə ziqzaq kimi gedir o tərəf bu tərəfə. Bunu da ki, məsələn, rezinin içinə belə gizlədə bilərsiniz. Rezinin içinə sapı mən belə gizlədirəm həmişə, baxın. Bu hörüyün bir tərəfini görürsünüz. Əsas sap nazikdirsə, onda daha rahat olacaq eləmək. Qalın sapla çox kör-köbud görsənir.
Yəqin belə. Belə biraz fırladan kimi. İçini da belə. Sonra da buradan bir dənə də belə, məsələn bu sonuncu bu ilmənin böyrünə bir də girirəm, orada bərkidilsin. Yine bu belə keçirdirəm. Bəs olar yəqin ki də. Bunu buradan kəsirəm. Bu oldu bizim nümunəmiz. Belə bu dairəvi şəkildə bağlama. Bu da yastı şəkildə bağlama. Hər iki yerdə eyni şeylər elədik. Sadəcə başlama bitməsinə görə. İnşallah ki xoşunuza gəldi qızlar. Like-dan filan qoyun ürəyinizdən keçsə yaxşı olar. Əziyyət çəkirəm burada.